son vaxtlar məsələn başqa sahələrdə bizə gələn şikayətlərdə onu göstərir ki, həm müsahibə mərhələsində, həm də ehtiyat kadrlarının təyinat mərhələsində kifayət qədər çatışmazlıqlar var və bir çox hallarda bu müsahibələr formal xarakter daşıyır. Və burada da əsas kökündə dayan əsas məsələ müqaviləli işçi himayədarlığı problemidir və orqan rəhbərlərinin belə qanunsuzluqları cəhdin arxasında əsas məqsəd də məhz həmin saxta və qeyri-legal yollarla, xüsusi tanış və tapşırıqla vəzifələri ələ keçirən müqaviləli şəxsləri saxlamaqdır. Təsəvvür edin ki, adam müsabiqədən qalib gəlib ən yüksək bal toplayıb, neçə belə adam müraciət edib, mən burada konkret adlar çəkmək istəmirəm və adamlar müsahibədə müqaviləli şəxslərə uduzublar. Onlara 17-18 bal verilir, bunlara aşağı 16 bal, yaxud da ümumiyyətlə bunlara elə çətin suallar verirlər ki, və suallardan keçə bilmədiyinə görə kəsirlər və ömrünü, gününü həsr eləyib dövlət qulluğunda yer almaq istəyən bir Azərbaycan vətəndaşı, bir Azərbaycan gənci bu mərhələni aşa bilmir. Ehtiyat kadrlarının təyinatı məsələsində də 2 illik müddət bir də gözdən keçirilməlidir. Adamı qoyurlar ehtiyata, 2 ildə gözləyir, 2 ildən sonra bu iş alanmır, bütün həyatı alt-üst olur. Bunu yaxşı olar ki, elə dərhal verilsin Dövlət İmtahan Mərkəzinə səlahiyyət, harada boş vakant yeri varsa, müvafiq dövlət qurumuna bu göndərilsin. Ona görə də bu kimi məsələlər vətəndaşların narazı salan məsələlərdir. Ümid edirəm ki, bu istiqamətdə işlər görüləcək.